Salamlayıram hər kəsi, xoş gördük sizləri. Öncəliklə hər kəsdən xahiş edirəm ki, bu video əgər qarşınıza çıxıbsa, kanalı takib etməyi, bəyənməyi, yorum yazmağı unutmayın. Bu günləri ev şəraitində özümüzə nə cür aparat düzəldə bilərik? Yəni bir dəfəlik deyil, daimi istifadə üçün nədən aparat eləyə bilərik? Bunun üçün bizə lazımdır bir ədəd banka. Yəni bildiyiniz evdə hər hansısa bir banka. Məndə balacasıdır, 720-likdir. Sizdə litr yarım, 2 litr olsa daha gözəl olar. Bunun üçün bizə lazımdır bir ədəd adi bir turba. Bu nazik şlanklardan da ola bilər, dəmir turba da ola bilər. Məndə gördüyünüz adi dəmir turbadır. Falqaya bükmüşəm sadəcə. Və şlank çıxıntısı üçün yer. Mən adnaraz bu şlankın arxa hissəsini götürmüşəm. Siz onu da hər hansısa bir plasmasdan, dəmirdən eləyə bilərsiniz. Abratka yeri isə məndə xüsusi abratkalar var əslində. Sadəcə ev şəraitində bunların hər kəsdə olmadığı üçün mən bunları istifadə etməyəcəm. Ev şəraitində necə abratka qoya bilərsiniz, onu da sizə göstərəcəm. İndi isə keçid eləyək düzəlişinə. Bu deşmə prosesini göstərməyəcəm sizə. Deşdikdən sonra adi bir qapağı deşdikdən sonra sizə göstərəcəm harda, necə deşiyi açmaq lazımdır. Gördüyünüz kimi mən deşdim. Düzdür, biraz yəni indi alət olmasa əziyyətlidir bunu deşmək. O da sizin fərasətinizə qalıb. Turba, suya girən turba buradan taxılır. Şlank üçün buradan taxılıb. 2 dənə elementar, məsəl üçün bunları açmışam da indi. 2 dənə abratka qoymuşam. O abratkanı da bildiyiniz adi evdəki paketlərdən istifadə edərək abratka yaradacağıq. Sami qəlyanı gözəl düzəldi. Hər kəsin gözündə o bir ustadır. Aparat yoxdur, dərd deyil, o bilir. Tütün kömür var, qalanı dərd deyil. Dostlar yığılır gülüşlər içində. Samik iş başında, hamı ona pərəstişində. Samik iş başında, hamı ona pərəstiş edir. Qəlyan, qəlyan, dostlar bir arada. Samik düzəldi, bu əsli sənətkardır. Qarpız, balqabaq, hamısı burada. Samisi, Samik aparatı hamı ona baxar. Samik bilir necə edər. Kömür yanar, tütün qızar. Hər bir nəfəs bir zövdür. Bu anın dadı unudulmazdır. Bildiyiniz adi bir qəlyan. Abratkada var. Tüstü də heç bir qəlyandan geriyə qalmır yəni. İndi burada məsəl üçün su həcmi balacadır. Mən ona görə biraz su artıq tökmüşəm. Xorultusu biraz artıq səs gəlir. Böyük banka olanda litr yarımlıq, 2 litrlik olsa daha gözəl olar. Onda daha səmərəli istifadə edə bilərsiniz. Məsələn, bu qapağı düzəldəndən sonra bunu 2 litrliyə də bağlaya bilərsən, litr yarımlığa da bağlaya bilərsən. Və bu vurduğum klonka. Əslində mən paket vurmuşam. Yəni burada streç olsa daha gözəl olar. Bu paket nə rol oynayır? Orada müəyyən deşiklər açmışam. Paket abratka verəndə avtomatik qalxır yuxarı tüstü çıxır, zəhərli tüstü. Gördüyünüz kimi. Dartanda da avtomatik vakuum şəklində yapışır ona və hava çəkməyə imkan vermir. Ona görə də gözəl tüstü verir.
Mən indi buna adi qəlyan şlanqı salmışam. Siz balaca şlanqlar satılır. Qəlyan dükanlarında var 2-3 manata balaca şlanqlar var. Onlardan da alıb rahat istifadə edə bilərsiniz. Elə onların o girəcək yeri də var hazır üstündə. Onlardan alıb rahat istifadə edə bilərsiniz. Bildiyin qəlyan aparatı. Bu tipli, bu sistemli, yəni qəlyan aparatları da səhv eləmirəmsə satışda var. Bundan artıq tüstü heç aparat, yəni normal aparat belə vermir. Yəni superdir. Nə yandırması var, nə qıcıqlandırması var. Heç bir fərqi yoxdur aparatdan. Videomu burada yekunlaşdırıram. Videonu izləyən hər kəsdən xahiş edirəm ki, kanalımıza abunə olub bəyənməyi unutmayın. Bu cür qəşəng fikirlər əgər öyrənmək istəyirsinizsə, abunə olmağı unutmayın. Bir abunə, bir dəstək demək. Səhifə böyüdükcə daha gözəl videolar gələcək, daha gözəl ev şəraitində nələr düzəldə bilərsiniz və şəxsi öz imzamdan bir dənə işıqlı, qəşəng, akvariumlu qəlyan düzəldəcəm. Özüm düzəldəcəm, əl işi olacaq və səhifə böyüdükdən sonra onu bir takipçiyə hədiyyə eləyəcəm. İzləyən hər bir kəsə minnətdaram. Təşəkkür edirəm. Takip edib bəyənməyi unutmayın. Hələlik.